Müğənni Elmir Qəhrəmanovla bağlı yayılan xəbər sənət ictimaiyyətində və onun pərəstişkarları arasında dərin kədər hissi yaradıb. Demokrat xəbər verir ki, məsələ ilə bağlı məlumat ARB kanalında yayımlanan Günə Uğurla verilişində səsləndirilib. Canlı efir zamanı səhhəti ilə bağlı aparılan tibbi müayinələrin nəticələri açıqlanıb. Həkimlərin rəyinə əsasən Elmir Qəhrəmanovun sağlamlıq durumunda ciddi problemlər aşkarlanıb. Bildirilib ki, mövcud vəziyyət onun səs imkanlarına və ümumilikdə səhnə fəaliyyətinə mənfi təsir göstərir. Həkimlər tərəfindən müğənniyə müəyyən vaxt çərçivəsi qoyulduğu və yenidən mahnı oxumasının mümkün olmadığı qeyd olunub. Verilişdə səsləndirilən bu açıqlama həm studiyadakı qonaqları, həm də ekran qarşısında izləyən tamaşaçıları kövrəldib. Sənətçinin illərlə formalaşdırdığı yaradıcılıq yolu, özünə məxsus ifa tərzi və dinləyiciləri ilə qurduğu emosional bağ bir daha xatırlanıb. Xatırladaq ki, Elmir Qəhrəmanov bir zamanlar estrada səhnəsində özünə məxsus yeri olan ifaçılardan biri kimi tanınıb. Səmimi ifası və fərqli repertuarı ilə seçilən müğənni həyatında çətin və sınaqlarla dolub dövr yaşadıkdan sonra sənətdən bir müddət uzaq düşmüşdü. Uzun fasilədən sonra yenidən səhnəyə qayıdışı isə həm tamaşaçılar, həm də sənət camiyyəsi tərəfindən maraq və rəğbətlə qarşılanmışdı. Onun geri dönüşü bir çoxları üçün əzm və iradə nümunəsi sayılırdı. Səhhəti ilə bağlı yayılan son xəbər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər və həmkarları Elmir Qəhrəmanova dəstək mesajları paylaşaraq ona şəfa diləyiblər. Bir çoxları sənətçinin səsinin Azərbaycan musiqisində xüsusi yer tutduğunu vurğulayaraq onun tezliklə sağalacağına ümid etdiklərini bildiriblər. Mənim fikrimcə, sənətkar üçün səs təkcə peşə vasitəsi deyil, həm də həyatının bir parçasıdır. Bu baxımdan belə bir xəbərin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil. Ümid etmək istəyirəm ki, həkimlərin qoyduğu məhdudiyyətlər müvəqqəti olar və Elmir Qəhrəmanov yenidən tamaşaçı qarşısına çıxmaq imkanı qazanar. Hər bir halda əsas olan insanın sağlamlığıdır. Səhnə gözləyə bilər, amma sağlamlıq hər şeydən önəmlidir. Ona səbr və şəfa arzulamaqdan başqa yol qalmır.